Magistratura Tibb Universitetində klinik psixologiya üzrə oxumuşam. Hal-hazırda fərdi seanslar keçmək, müəyyən bir layihələrdə tədqiqat assistenti işləyərək təlimçi olaraq fəaliyyət göstərirəm. Düzdür, onlayndır bizim bugünkü seminarımız, amma mən istəyərəm ki, sizlə tanışlıq eləyə bilirəmsə eləyək. Çünki mən özümü təqdim elədim. Qısa da olsa sizi tanımaq istəyərəm. Əgər aranızdan özünü təqdim eləmək istəyən olarsa, bir-iki kəlmə ilə tanış olmaq istəyərəm sizlərlə də. Kimlər istəyərsə səsini açıb ya da chat bölməsinə yazıb təqdim eləyə bilər. Mənim üçün çox xoş olar. Axşamınız xeyir bir daha. Hər vaxtınız xeyir. Əvvəla çox təşəkkür edirəm bu cür seminarlar təşkil edirsiniz. Hal-hazırda vaxtla bağlı, işlə bağlı, yəni seminarlarda iştirak eləmək, təlimlərdə iştirak eləmək çox çətindir. Belə onlayn seminarların sayı nə qədər çox olsa, yəni bizim üçün də şans yaratmış olursunuz. Təşəkkür edirəm ona görə. Mən Kazımova Günel, yəni çox sağ olun. Kazımova Günel, ilk təhsilim psixologiyadır. Hal-hazırda psixologiya sahəsində çalışmıram, yəni məktəb sistemində çalışıram. Amma psixologiya mənim yəni çox sevdiyim deməli bir sahədir. Məktəb sistemində çalışdığım üçün də daha çox yəni uşaqların psixologiyası ilə, uşaqlarda özgüvənin artırılması, uşaqlarda dəyərsizlik duyğusunun aradan qaldırılması və sair sahələrlə çox maraqlanıram. Çünki rastımıza çox çıxır bu cür hallar. Biz də müəllim olaraq çalışırıq ki, aradan qaldırmasında uşaqlara dəstək olaq. Ona görə mümkün qədər istəyərdim ki, özümüzü bu sahədə inkişaf etdirməyimizdə sizlər də bizə dəstək olasınız. Çox sağ olun. Mütləq təşəkkür edirik özünüzü təqdim etdiyinizə görə. Başqa özünü təqdim etmək istəyən varmı aranızda? Varsa böyük məmnuniyyətlə dinləyə bilərik. Ya da chat bölməsinə yazmaq istəyən varsa. Bağırova Emiliya xanım özünü təqdim elədi. Şad oldu. Hər birinizə təşəkkür edirəm. Mən nəyə görə təqdimatı sevirəm? Öncəliklə onu deyim sizə. Canlı seanslar olanda biz bu müxtəlif oyunlarla eləyirik, top atırıq bir-birimizə ya da nə bilim hansısa başqa üsullarla bir-birimizlə tanışlıq üsulları tapırıq və tanış olmağa çalışırıq. Bu bizim əlaqələrimizin güclənməsi üçün çox vacibdir. Ümumiyyətlə stressdən danışırıqsa elə sırf bunun üçün çox vacibdir. İnsan insana olan münasibətlər vacibdir. Mən indi irəliləyən dövrlərdə danışacağam və niyə məhz tanışlığa bu qədər önəm verdiyimi də vurğulayacağam. Gəlin elə biz öz mövzumuza qayıdaq, stress mövzusuna ki, stress nədir? Anlıq olaraq ortaya çıxan və bizi təhlükədə hiss etdirən və yaxud da ki, mübarizə aparmaq ehtiyacı duyduğumuz hər hansı bir hadisə və yaxud da ki, düşüncə nəticəsində yaranan bir narahatlıqdır əslində. Bu narahatlıq ya özünü emosional olaraq, zehni olaraq ya da fiziki olaraq bir reaksiya şəklində göstərir. Stressə səbəb olan təhlükə dediyimiz şey real da ola bilər, qeyri-real da ola bilər və bu bizim sadəcə verdiyimiz mənalardan asılı bir şeydir. Mənim ən sevdiyim bir misal var. Yəni onu sizə verim və məncə sizə də bu tanış ola bilər. İndi təsəvvür edin ki, gecə uzanmısınız yerinizə, pəncərəni də açıq qoymusunuz və birdən pəncərənin bərk örtüldüyünü hiss edirsiniz və birinci mərtəbədə qalırsınız. Bir neçə dəfə bərk örtülür və açılır. Həmin anda əslində bu bir stress mənbəyi kimi hesab eləyə bilərik də, bir stressördür bizim üçün. Həmin anda bizim verdiyimiz mənalara əsasən reaksiyalarımız da fərqli olacaq. Gəlin baxaq nə kimi mənalar verə bilərik həmin anda. Təsəvvürün ki, birinci mərtəbədə qalırıq və pəncərəmiz bir neçə dəfə bəlkə açılıb örtüldü, vuruldu və biz buradan hansı mənalar çıxarda bilərik? Yəqin ki, ehtimallardan biri olacaq ki, külək tərpədibdir. İkincisi ola bilər ki, pişik ya it giribdir, açıq qalıbdır pəncərə. Üçüncü ehtimal da budur ki, oğru giribdir və ya da ümumiyyətlə başqa bir şey baş veribdir, daha təhlükəli bir şey. Əlbəttə ki, bu bizim düşüncəmizlə bağlıdır. Əgər biz mənanı ona belə deyək də, külək örtübdür, külək çırpıbdır deyə verdiyimiz təqdirdə reaksiyamız nə olacaq? Daha yumşaq və daha yüngül reaksiyalar vermiş olacaq. Yəni başımızı atıb yatacağıq, yəni daha sakit olacağıq, hiss olaraq daha rahat hiss eləmiş olacağıq. Digər ehtimalları nəzərdə alsaq isə, məsələn, özəlliklə də oğrunun girdiyi ehtimalı nəzərə alsaq, daha hiss olaraq qorxu hiss eləyəcəyik və reaksiya olaraq ya qaçacağıq, ya nəsə təhlükədəymiş kimi hiss etdiyimizə görə daha fərqli reaksiyalar verəcəyik. Ya yerimizdən tullanacağıq, ya necə olacaqsa qaçacağıq mətbəxə, nəsə götürüb özümüzü qorumağa çalışacağıq. Yəni
Fakt budur ki, həyatda mütləq şəkildə ən bəsit o küləyinmi deyim, ya necəsə pəncərənin çırpılmağı məsələsindən tutmuş, həyatın müxtəlif nöqtələrində biz problemlə, stresslə mütləq şəkildə rastlaşacağıq. Öncəliklə bunu anlamalıyıq və dərk eləməliyik ki, stress hər zaman həyatımızda olacaq və stress bizim düşündüyümüz qədər çox pis bir şey deyil. Əslində yaxşı tərəfi də var. Əsas odur ki, bu stress dağıdıcı olmasın. Yəni biz stressi 2 yerə bölə bilərik. Dağıdıcı stress və daha pozitiv stress. Deyəcəksiniz ki, indi stressin necə bir pozitiv yönü ola bilər axı? Bu bizə nə verə bilər? Kamil bəy bayaq vurğuladı ki, imtahan gələn ərəfədir, rezidentura imtahanı, nə bilim, bakalavrların imtahanı, magistrlar imtahanı, en qədər bir imtahan var. Və stress faktoru var da. Hamı düşünür ki, necə olacaq, girə biləcəm, girə bilməyəcəm, bal yığacam, yoxsa bal yığa bilməyəcəm, ya da ümumiyyətlə o hazırlıq dövründə hamımızın stressi var. Əslində bu stress əgər dağıdıcı bir reaksiyalar verməyimizə, dağıdıcı bədənimizə təsir eləmirsə, bu normal bir stressdir və bu olmalıdır. Hər hansı bir çıxış eləyəndə də bu olmalıdır, təqdimat eləyəndə də olmalıdır ki, biz heç olmasa bir balaca da olsa məsuliyyət hiss eləyək. Hal-hazırda bu çıxışa mən hazırlaşmışam bir neçə gün öncədən. Bildiyim məlumatları slayda yığmışam və digər şeylər, öncədən bir proqram hazırlamışam özümə. Xırda da olsa bir stress var idi. Bu dağıdıcı bir stress idimi? Mən səhərdən axşama qədər özümə bunu dərd eləyirdimmi? Yox, əksinə mənim üçün pozitiv idi bu. İstəyirdim ki, daha yaxşı hazırlaşım, necə daha yaxşı ola bilər deyə düşünürdüm. Müxtəlif kitablardan, mənbələrdən yenidən baxırdım ki, nələri daha yaxşı ortaya qoya bilərəm. Ona görə də stressi gəlin vahiməli və qorxulu bir şeymiş kimi adlandırmayaq. Stres dağıdıcı olmadığı təqdirdə, daha pozitiv yönlü olduğu təqdirdə pis bir şey deyil, əksinə yaxşı bir şeydir. Hətta idarə edə bildiyimiz təqdirdə, onunla işləyə bildiyimiz, həll bacarıqlarımızı artıra bildiyimiz təqdirdə isə, yəni daha da gözəl bir şeydir. Çünki bir şey varsa, bunu həll eləyə biliriksə, niyə də olmasın ki? Əgər bu bizə pozitiv bir təsir verəcəksə, əgər bu bizi nəyisə təhrik eləyəcəksə yaxşı mənada. Əsas odur ki, bizim üçün dağıdıcı bir təsir olmasın. Burada biz dağıdıcı stressdən danışacağıq daha çox yəqin ki, çünki pozitiv stress başa düşdük ki, bizə yaxşı bir şeydir, kömək edir nəyisə eləməyə, hansısa bir dərsimizə hazırlaşmağa, hansısa bir təqdimatımıza hazırlaşmağa, daha məsuliyyət hiss elətdirir bizə. Bu yaxşı bir şeydir. Bəs dağıdıcı stress nəyə gətirib çıxarda bilər? Dağıdıcı stress bizim zehni olaraq bizi dağıda bilər, bədən olaraq bizi çox böyük bir ziyan vura bilər. Özəlliklə də mən bədən reaksiyalarını burada yazmışam, nələr baş verə bilər stresli bir vəziyyətlə rastlaşanda. İlk öncə ümumiyyətlə son dövrlərdə yəqin ki, son 50 il deyərdim ki, mənbələrə baxsaz, müxtəlif elmi ədəbiyyatlar olsun, ya elə ən bəsitindən deyim sizə ki, gedib hər hansı bir həkimlə söhbət eləsəz ki, mən bunu tez-tez yaşayıram. Həkimlərlə söhbət elədiyimizdə bir çoxunun o dediyi və adlandırdığı budur ki, son dövrlər onkoloji xəstəliklər olsun, digər xəstəliklər olsun, kökündə psixoloji məsələlər dayanır və illərlə bu yığılır, güclü stress nəticəsində, stresi idarə edə bilməməyimiz nəticəsində, nələrisə basdırmağımız nəticəsində bu gətirib xəstəliklərə çıxardır. Bəs güclü stress zamanı, hansı ki, özəllə də dağıdıcı stress zamanı biz nələr yaşaya bilirik? Ürək döyüntümüz həddindən artıq sürətlənir, hansı ki, bu gələcəkdə ürəklə bağlı problemlər ortaya çıxarda bilər. Nəfəs alış-verişinin artması və yaxud da ki, nəfəs almaqda xüsusi bir çətinlik yaradır. Əzələnin sıxılması olur, artan qan təzyiqi, yorğunluq və yuxu problemləri özəllə də mənim ən azından seanslarda gördüyüm stresslə bağlı əsas problem yorğunluq və yuxu problemləridir. Baş ağrısı, baş gicəllənmə, əllərdə, ayaqlarda uyuşma, mədə-bağırsaq problemləri, panik atak, zəifləmiş immun sistemi, baş gicəllənmə, depressiya, cinsi istəyin olmaması, iştahın azalması, qəzəb partlayışları və unutqanlıq, diqqətdə çətinlik. İndi mən bunu saydım, amma bunun bir izahını da vermək istəyirəm ki, sizə. Nə baş verir ki, biraz stressə məruz qalanda və biz onu idarə edə bilmədiyimiz təqdirdə başlayırıq bu cür reaksiyalar verməyə və bütün bədənimiz, belə deyək də, sözün əsl mənasında sirkələnir. Hətta deyirlər, bəzən elə bir üstündən tank keçibdir, güclü bir stres yaşayandan sonra bu baş verir. Nə baş verir? Çünki bizim gəlin beynimizin quruluşuna baxaq, ümumiyyətlə beynin funksiyasına baxaq. Mən bir müddət ümumiyyətlə bu stres mövzusunu mən öncədən araşdırıram və çox maraqlı gəlir və dəfələrlə də imtahana hazırlaşan
yeniyetmələrlə stres mövzusunda, imtahan həyəcanı mövzusunda seanslar təşkil eləmişəm və həmin dövrümdə mənə çox maraqlı gəlirdi ki, bəs beyin, stres arasında nə əlaqə var? Və araşdırmalarım mənə göstərdi ki, bu beyin ümumiyyətlə bütün canlılarda beynin funksiyası bizi ayaqda saxlamaqdır. Mərkəzləşib də demək olar ki, hər şey orada koordinasiya olunubdur və müxtəlif loblar vasitəsilə, müxtəlif hissələr vasitəsilə idarə olunur bütün bədənimizin belə deyək də vəziyyəti. Düşüncə prosesləri də orada gedir, emosional proseslər də və digər proseslər də orada gedir. Və bizim beynimiz bugünkü insanın beyni ilə keçmişdəki insanın beyni qətiyyən eyni deyil. Bunu bir neçə mənbə və elmi ədəbiyyatlardan oxuduqdan sonra belə bir nəticəni artıq kəskinləşdirdim özümdə və ümumiyyətlə bununla bağlı Sinan Cananın da çox gözəl fikirləri var. Bəlkə maraqlana bilərsiniz beyinlə bağlı. Maraqlı məsələ budur ki, indiki insanla keçmişdəki insanın funksiyası eyni deyil. Hal-hazırda biz elə bir dövrdə yaşayırıq ki, birincisi hər şey avtomatlaşıbdır bizim üçün. Ən basit, hətta bəzi xarici ölkələrdə çörəyi belə kəsən aparatlar var. O belə çox bəsitləşdirilib, mağazada çörək kəsilir və siz götürüb aparırsınız. Hər şey o qədər avtomatlaşdırılıb ki, amma bundan neçə yüz il əvvəlləri, min il əvvəlləri düşünsək, 1000 il əvvəlki insanın həyat şəraiti ilə bizim həyat şəraitimiz bir deyildi. Onların həyatda yaşadıkları ilə bizim həyatda yaşadıklarımız bir deyildi. Bizim nə qədər həyatımız avtomatlaşıbsa, onların həyatı o qədər avtomatlaşmamışdı. Məsələn, onlar bir yeməyi ovlamaq üçün günlərlə çıxırdılarsa mağaradan, bizdə elə deyil. Məlum məsələ ki, bizim üçün daha rahatdır. Əvvəl onlar yağışın altında qalmaq onlar üçün çox böyük bir məsələ idisə və bunu düşünüb həll yolu tapmalıdılarsa, bizim üçün bu qədər çətin deyil də. Oturacağıq isti evimizdə və indi bugünkü insan adətən çox vaxt düşünmür də mən nə baş verəcək, ac qaldım yoxsa ac qalmadım. Bunların hamısı o qədər əl çatandır ki, bizim üçün məsələ nə qədər bahalı yemək yeyib yeməməyimiz deyil. Məsələ bunun bizə əl çatanlığıdır. Bugünkü insan üçün hər şey həmən əl çatandır. Və bugün bir çoxumuz qeyri-adi bir şey düşünməyə ehtiyacı duymuruq. 1000 il əvvəlki insana baxanda müqayisədə biz daha rahat, daha yaxşı, daha xoş həyat yaşayırıq, özəllə də bu 2025-ci ildə. Məsələ odur ki, bizim atalarımız deyə nə deyib bilmirəm, keçmişdəki insanlar real stresə məruz qalırdılar, amma biz hal-hazırda bəzən real stresə məruz qalmırıq və bu stresi özümüzə yaratmaq məcburiyyətində qalırıq. Bayaqki düşüncə məsələsinə gəlirəm ki, bayaq sizə bir misal çəkdim və dedim ki, mütləq məlumat verəcəm ki, nəyə görə bu misalı çəkdim. Real stres, pəncərə çırpıldı və biz başladıq ona mənalar verməyə. Biz əgər ona doğru bir məna veririksə, ya da durub qalxıb baxırıqsa ki, həqiqətən də tutaq ki, külək çırpıbdır ya nədirsə, bu stres çox ehtimal ki, bitəcək. Lap bir anlıq qorxu yaransa belə bizdə gedib baxanda ki, külək qalxıb pəncərəni necə bağlayacaq və stres bitəcək. Stres real stresdir və bitdi. Bitdikdən sonra da artıq bədənimizdə normal reaksiyalar verməyə başlayacaq, hisslərimiz də düzələcək, düşüncə səviyyəsində də hər şey normal olacaq. Ya bizim stresimiz real hadisələrdən qaynaqlanmırsa, məsələn, burada nə baş verəcək? Yenə də deyirəm, bizim atalarımız real streslə üz-üzə qalırdı. Mən necə yemək tapacam düşünürdü, stresli məsələlər var idi. Yeməyi tapırdı, yeyirdi və stres faktoru bitirdi əslində. Amma bizdə necədir? Bizdə belə deyil. Bugünkü insanda o qədər hər şey avtomatlaşıb ki, o qədər hər şey əl çatandır ki, bəzən biz otururuq və sadəcə düşüncə səviyyəsində özümüzü, o bir dənə söz var, daha loru dildə demək istəyirəm, özümüzü stresləndiririk. Bu necə baş verir? Ya keçmişdə yaşayırıq həyatımızı, ya da gələcəkdə yaşayırıq. Yəni hər şey burada baş verir. Çoxumuzun işi kabinetdədir hal-hazırda. Lap belə məktəbdə işləyən olsun, ya elə biz özümüz kabinetdə otururuq və seans keçirik. Bir çox insan balanslı həyat yaşamır günümüzdə və özünə qayğı göstərmir, heç bir şey baş vermir və burada yaşayırıq həyatımız, həqiqi mənada beynimizdə başlayırıq nələrsə qurmağa. Yəni real olmayan stresə özümüzü məruz buraxırıq. Ya keçmişdəki hər hansı bir hadisəni xatırlayırıq və ona görə özümüzü günahlandıracağıq, ya nə bilim onu tez-tez evirəcəyik, çevirəcəyik başımızda, fərqli cür hiss eləməyə başlayacağıq, ya günahlandıracağıq dediyim kimi, ya keçmişdə qalmışıqsa, ya günahlandıracağıq özümüzü, ya narahatlıq yaranacaq, ya da ki gələcəklə bağlı
real olmayan şeyləri kontrol eləməyə çalışacağıq. Məsələn, gəlin imtahana hazırlaşan bir şəxsi düşünək də. Səhərdən axşama qədər evdə oturur və sadəcə dərs oxuyur. Heç bir balanslı həyat yoxdur. Bir dəfə də olsun çölə çıxıb gəzmək yoxdur. Nə bilim, özünə vaxt ayırmaq yoxdur. Nəsə başqa bir şey yoxdur. Sadəcə işi evdə oturmaq, həddindən ziyadə özünü yükləməkdir və bu uşaq düşünür ki, imtahana hazırlaşan hər hansı bir uşaq olmaya da bilər, başqa bir insan düşünür ki, 700 bal yığmasam mənim üçün dünyanın sonu gələcək. Və başlayır gələcəyi kontrol eləməyə çalışmağa. Görəsən mən neyləyəcəm, necə olacaq, yığa biləcəm, yoxsa yığa bilməyəcəm. Halbuki hazırlaşır, halbuki hazırlıq səviyyəsi çox yaxşı vəziyyətdədir. Bir çox şeyi bilir, hər şey əladır. Bəlkə də 650-dən yuxarı bir bal yığacaq bir potensialı var. Amma başlayır bu real olmayan o düşüncələri ilə özünü yormağa, stressləndirməyə, həyəcanlandırmağa və nəticə nə baş verir? Nəticədə potensialından bəlkə də az bal yığır, yaxud da ki, bu stres onun bədəninə çox dağıdıcı bir reaksiya vermiş ola bilir. Yəni məsələ bugünkü günümüzdə bizim beynimizdə bir çox şeyi həddindən ziyadə qurmağa çalışmağımızdır. Və qurduğumuz təqdirdə isə nə baş verir? Artıq beyinə belə bir siqnal, beynin özü-özündə belə bir siqnal yaranır və amigdalaya belə bir siqnal göndərir ki, beyin, lobumuz, frontal lobumuz amigdalaya belə bir siqnal göndərir ki, hal-hazırda bir təhlükə var, mən narahatam. Bilmirəm gələcəkdə nə baş verəcək ya da keçmişdə nə olubdu, mən özümü bağışlaya bilmirəm, idarə edə bilməmişəm keçmişi, gələcəyi ümumiyyətlə kontrol eləmək mümkün deyil, məlum məsələ, amma biz kontrol etməyə çalışırıq və ani bir narahatlıq içərisində amigdala başlayır bütün orqanlarımızı reaksiya verdirməyə. Və bu əlamətlər dediyim ona görə başlayır ki, ürək döyüntülərimiz sürətlənir, qan təzyiqi artmağa başlayır, yuxu problemləri başlayır, özəl mədə-bağırsaq problemləridir. Bunu xüsusi olaraq görürük və təsəvvür eləyin ki, bu stres məsələsi davamlı olaraq gedir. Yəni mən birazdan danışacağam, qabaqlamaq istəmirəm, amma təsəvvür eləyin ki, bədəniniz dincəlmədən stresə məruz qalır. Ola bilər ki, bu real bir stres olsun, yəni deyirəm çöldə hər hansı bir stres faktoru ilə qarşılaşasınız, yaxud da ki, qeyri-real olan bir stres faktoru olsun. Yəni biz beynimizin içərisində qurduğumuz düşüncələrə görə həddindən ziyadə stres yaşadıq özümüzə. Fərqi yoxdur. Hər halda artıq bədən dincəlmədiyi halda və davamlı eyni şeylər olduğu halda, ürək döyüntüləri artanda, nəfəs alış-verişi artanda, mədə-bağırsaq belə deyək də sistemi aktivləşəndə, qaçmağa başlayanda, savaşmağa başlayanda nə baş verir? Artıq bədən bir yerdən sonra çökür. Ona görə adətən deyirlər ki, məsələn, bu stresə tam aid olmasa belə, məsələn, çox eşidirsiniz də, tutaq ki, ən bəsitindən çox məsələn vacib dərsə hazırlaşandan sonra, onun imtahanını verəndən sonra biraz dincəl. Çünki nə də olmasa tam bir bütün diqqətimizi ora vermişik, bütün eforumuzu, enerjimizi ora vermişik və onu o imtahana hazırlaşdığımız müddətdə tükətmişik. Stresə məruz qalmışıq, beynimizdə nələrsə qurmuşuq düşüncə olaraq, nəsə baş veribdir və biz bütün bədənimizlə ora köklənmişik. Ona görə deyirlər ki, imtahandan sonra dincəlin. Ya necəsə stresə məruz qalmısınızsa, bir neçə gün özünüzə icazə verin. Məsələn, o dəfə mən özüm təlimə qatılmaq istəyirdim. Tamamilə fərqli bir təlim idi və öz inkişafla bağlı bir təlim idi. Orada təlimçi deyirdi ki, bu təlim biraz ağır təlimdir. Sizə yaxşısı 3 gün alınırsa bir işdən icazə alın. Alınmırsa daha yüngül təsklər götürün özünüzə, tapşırıqlar götürün və həll eləməyə çalışın. Bu da bir stressdir əslində. Yəni stressdən ziyadə daha ağır bir şeyə məruz qalır və bədən və belə olanda bütün bədən efor sərf eləməyə başlayır və mütləq dincəlmək lazımdır. Dincəlmədiyimiz təqdirdə artıq onkoloji xəstəliklərmi deyim, digər xəstəliklərmi deyim, ortaya çıxmağa başlayır. Yəni bədən çöküşə keçir. Yəni stresə məruz qalmaq əslində pis bir şey deyil, əgər pozitiv stressdirsə, lap dağıdıcı bir stressdirsə, bunu müəyyən qədər hardasa idarə edə biliriksə, buna verdiyimiz mənanı dəyişdirə biliriksə, bu da müəyyən qədər bəlkə idarə oluna bilər, amma və lakin stresə dəfələrlə məruz qalırıqsa, artıq bu bizim
oturub düşünməli olduğumuz məsələdir. Həqiqi mənada o el dilində deyilə papamızı qoyub qamamızı düşünməliyik ki, nə baş verir ki, mən dəfələrlə özümü belə bir vəziyyətlərə salıram ya da belə bir vəziyyətə mən istəmədən düşsəm belə nə baş verir ki, mən özümə istirahətə icazə vermirəm. Günümüzdə stres faktorları çoxdur. Mən istərdim bu arada bura qədər kiminsə sualı varsa onu alım. Sualı olan varmı aranızda? Ya da ümumiyyətlə mənə qoşulmaq istəyən varmı? Nəsə əlavə eləmək istəyən varmı? Chat hissəsini yoxlayın. Zəhmət olmasa, mümkün qədər stresi aradan qaldırmaq üçün nələr etmək olar? Yəni stresə davamlılığı artırmaq üçün nə etmək olar? Bu barədə də danışardınız mümkün olsa. İndi birazdan o hissəyə gəlirəm bir 5-10 dəqiqəyə. Təşəkkür edirəm Günel xanım sualınız üçün. Gəlin mən istəyəcəm sizdən ki, mən bu stres faktorları hissəsini izah eləyəndən sonra mən sizdən istəyəcəm ki, bir vərəq, dəftər götürüb, dəftər vərəq necə xoşdursa qələm götürüb müəyyən yazaq müəyyən şeyləri. İlk öncə gəlin mən stres faktorlarından danışım ki, stres faktorları bir neçə cür ola bilər və son dönəmlərdə bizim məruz qaldığımız əsas 4-düdür. Birinci önəmli həyat dəyişiklikləridir. Yəni həyatımızda baş verən vacib şeylər. Məsələn, birinin xarici köçməsi kimi, məsələn, siz xaricə köçürsünüzsə, istər-istəməz yer dəyişirsiniz və adaptasiya problemləri olacaq, stresə məruz qalmış olacaqsınız 100%. Ya da kimisə itirmək kimi vacib məsələlər. İkinci, təbii fəlakətlər ola bilər. Bu, təbiət fəlakətləri, yəni müharibə kimi. Müharibə bunu adlandırmaq olmaz, amma təbii fəlakətlər, sel, daşqın nəzərdə tutaq, belə fəlakətlər ola bilər, zəlzələ ola bilər. Üçüncü, gündəlik çətinliklər yaşamaq ki, məncə bu hamıda var. Ən bəsitindən, məsələn, tıxacda qalmaq. Ən bəsitindən tutaq ki, övladınız varsa, övladınızla bir problem yaşamaq ya da iş yoldaşınızla bir problem yaşamaq budur. Və dördüncü, çevrə faktorlarıdır. Hansı ki, bu artıq bizdən də asılı olmayan məsələlər. Məsələn, yaşadığımız şəhərdə həddindən artıq çirkliliyin olması və yaxud da ki, səs-küyə məruz qalmamız və s. ola bilər. Mən sizdən istəyəcəm və rica edəcəm ki, vərəq və yaxud da ki, dəftər varsa, indiyə qədər bu danışdıqlarıma əsasən, özəllə də son dövrlərdə, son 1-2 həftə ərzindəmi deyim, 1 aymı deyim, məruz qaldığınız stresləri və yaxud da ki, ümumiyyətlə stresə məruz qaldığınız anları, stres faktorlarını bir yazasınız. 5 dəqiqə sizə zaman verəcəm. Yəni necə yazasınız? Məsələn, tutaq ki, tıxacda qalır. Məsələn, son 1 həftədir, tutaq ki, 5 dəfə tıxacda qalmışam. Bu sizin üçün stres ola bilər. Məsələn, kimsə rayonda yaşayırsa, bir ay əvvəl sel ola bilər, daşqın ola bilər. İndi bilmirəm, buna əmin deyiləm. Yanğın ola bilər. Ya da nə bilim, sevgilimdən ayrılmışam ya digər şey, ya da yaşadığım şəhərdə filan şey var. Bu kimi faktorlara əsasən yaşadığınız stresi yazasınız. Ümumiyyətlə stresli hadisələr, hansı nələrə məruz qalırsınız, bunları qeyd edəsiniz və onun qarşısına da bunların nə dərəcə real hadisələrdir, nə dərəcədə qeyri-real hadisələrdir, mənim verdiyim mənaya mı görə mən bunu stresli adlandırıram, yoxsa necə həqiqətən stres faktoru var idi orada, bunu bir qiymətləndirəsiniz. Aydın izah eləmədimsə, rica edəcəm ki, suallarınızı verəsiniz. Amma 5 dəqiqə kimi sizə zaman vermək istəyirəm ki, sadəcə fərqindəliyimiz artsın ki, həqiqi mənada mənim həyatımda nə baş verir son özəlliklə də 2 həftə, 3 həftə ərzində. Yəni mən stresli vəziyyət deyirəm, bunlardan, bu stres faktorlarından hansına özəlliklə rast gəlirəm həyatımda, nələrdir bunlar? Yoxsa mən havada mı yaşayıram? Nə baş verir? Bəlkə heç stres yaşamıram, sadəcə özümü qeyri-real stresin içərisinə atıram. Məsələn, ola bilər ki, mən tutaq ki, həyatımda önəmli, siz yazın, mən sadəcə danışıram. Ola bilər ki, mən həyatımda önəmli bir həyat dəyişikliyi yaşamıram ya da ki, xüsusi bir fəlakət də olmayıb. Gündəlik həyatda da çox xırda çətinliklər yaşayıram və yaşadığım şəhərdə də xüsusi bir problem yoxdur. Amma məsələn, mən otururam və beynimdə dayanmadan düşünürəm ki, ay filan kəs niyə belə dedi, mən cavab verə bilmədim ya da ki, görəsən mən necə olacaq, maaşım artacaq, artmayacaq, görəsən mən harda işləyim ya da bunun kimi beynimdə qurduğum problemlərdə özümü stressləndirirəm. Bunu sadəcə düşünmənizi istəyəcəm. 2-3 dəqiqədə
sizə zaman vermək istəyirəm ki, siz də düşünəsiz və daha sonra biz artıq keçəcəyik onun idarə olunmasına ki, bəli, stres var, bəs bunu necə idarə edə bilərik? Yaza bilirsinizmi ya da hər hansı bir sualınız varmı? Bu barədə suallarınız varsa cavab verə bilərəm. Stres birbaşa həyatımız bir hissəsinə çevrilib, hər şey çəkib tək qalmaq üstün tuturam. Alisan Hacıyev yazıb bunu. Bəli, hərbiçi ailəsinizdə əlbəttə ki, bu qaçılmazdır. Sizin üçün stres, artıq bu real stresdir demək olar. Kənara çəkilib tək qalmağı üstün tutursunuzsa, indi bu barədə biz danışacağıq, düzdür. Amma bu da bir seçimdir əlbəttə ki. Niyə də olmasın ki? Bu da özünüzə bir qayğının yolu ola bilər. Suallarınız varmı? Bu arada ağlına sual gəlirsə, chat bölməsinə yaza bilər. Biz daha sonra suallara da baxacağıq. Yaza bildinizmi yoldaşlar? Stres depressiyaya gətirib çıxarda bilər, bəli. Davamlı stresə məruz qalmağınız gələcəkdə sizi depressiyaya gətirib çıxarda bilər. Digər suallara da cavab verəcəm, amma sual vermək istəyirəm ki, yenidən yaza bildinizmi dediyimi və yazdığınızsa nə kimi fərqindəlikləriniz yarandı? Düşünürəm ki, yazanlar oldu aranızda. Ola bilsin ki, cavab vermək istəmirlər. Və mən onun necə aradan qaldırılması, yaxud idarə olunması mövzusundan öncə istəyirəm bunun danışım. Ümumi adaptasiya sindromundan, ümumiyyətlə bədənimizin verdiyi reaksiyadan danışaq da qısa olaraq. Biz stresə məruz qaldığımız anda ilk olaraq bədənimizdə bir zəng çalınır. Və artıq bədən özünə bir şey seçməyə çalışır ki, mən qaçmalıyam, yoxsa bu məsələ ilə mübarizə aparmalıyam, nə etməliyəm? Növbəti mərhələdə biz başlayırıq, o hormonal olaraq yüksəlmə başlayır bizə, belə deyək, bədən olaraq reaksiyalarımız da yüksəlmə başlayır. Məsələn, qan təzyiqimiz artır, ürək döyüntülərimiz başlayır. Yəni dirənmə mərhələsi, yəni bədənimizin tam olaraq reaksiya vermə mərhələsi olur. Üçüncü mərhələdə isə əgər biz bu dirənmə mərhələsindən sonra bayaq qeyd etdiyim kimi istirahət eləmiriksə stresə məruz qalanda, yəni bir fasilə vermiriksə, sükut dövrü olmursa, tükənmə dövrünə keçirik. Bayaq da qeyd elədim ki, elə əsas məsələ burada başlayır, 2 və 3-ün arasında. Əgər burada bir belə deyək də bir istirahət, bir sükut dövrü olmursa, bədənimiz tətiklənəndən və ümumiyyətlə ümumi bir stresə məruz qalandan sonra bir dincəlmə dövrü keçmirsə, tükənməyə keçirik və tükənmədən sonra bayaq orada sual verilmişdi, depressiya ola bilərmi? Depressiya da olur, fiziki xəstəliklər də olur, ağlınıza gələ biləcək bir çox şey, mədə-bağırsaq problemləri, fiziologiya ilə bağlı həmən bütün problemlər bax bu tükənmə mərhələsindən sonra ortaya çıxır. Daha doğrusu tükənmə mərhələsində ortaya çıxır artıq. Çünki bədən yavaş-yavaş çökür, immun sistemi yavaşlayır, zəifləyir və bunun nəticəsində əlbəttə ki, xəstəliklər ortaya çıxır. Gəlin əsas məsələ, bəs nə etməliyik bu hissəsinə? İlk öncə özümüzə, ümumiyyətlə stresi, bayaq ona görə sual verdim ki, biz stres faktorlarımız hansılardır? Ümumiyyətlə biz necə bir stresə məruz qalırıq gündəlik həyatda? Bəlkə heç bir doğrudan real yaşantısal stresə məruz qalmırıq, qeyri-real özümüzə yaratdığımız stresdir. Birinci bunu analiz etməklə başlamalıyıq ki, bizdə nə baş verir? İkinci məsələ,
Tutaq ki, stresli bir vəziyyətə məruz qaldıq. Mütləq bu stresli hadisəni və bunun özündə gətirən düşüncə, hiss və davranışlarımızı analiz eləməklə başlamalıyıq. Hamımızın, bilmirəm sizlər bilirsiniz ya eşitmisiniz ya yox, amma psixologiya cəmiyyəsində çox məşhur olan bir sxemdir, bir modeldir. Hadisə baş verdi, hər hansı bir stresli hadisə. Həmin anda nə düşündüm, nə hiss elədim və necə davrandım? Bu çox önəmlidir. Bayaq bir misal vermişdim, amma indi başqa gəlin bir misal verim. Təsəvvür eləyin ki, bir pişikdir və 2 insandır. Və pişik otağa daxil olanda insanlardan biri çox sevinir, qaçır onu qucaqlayır, əzizləyir, sığallayır. Və belə çox sevəcən bir şəkildə yemək gətirir, qabağına qoyur. Digər insan isə pişiyi görəndə başlayır qışqırmağa, tullanır, düşür, otaqdan qaçır. Necə olur ki, 2 dənə insandır və fərqli-fərqli reaksiyalar verir. Burada nə baş verir? Burada məsələ bizim hadisə eyni hadisədir, pişiyin gəlməsidir. Məsələ burada verdiyimiz düşüncələrdir. Stresslə bağlı da, istənilən stresslə bağlı da belədir. Yəni bunu başqa şeylərin üstündə misal çəkmək ola bilər. Ən bəsit, ən tez-tez eşitdiyimiz iynə qorxusu tutaq ki, hadisə iynəni gördü, birinin ürəyi gedir, biri çox normal reaksiya verir. Ya da nəsə başqa bir hadisə, imtahanla bağlı. Necə olur ki, bəzi uşaqlar imtahana çox rahat girirlər, rahat verirlər və bütün potensiallarını ortaya qoya bilirlər, amma bəziləri qoya bilmirlər. Hadisə eynidir. Nə baş verir? Demək ki, bizim düşüncələrimiz fərqlidir. Yəni hadisələrə verdiyimiz mənalar fərqlidir. Məsələn, pişik misalındakı kimi pişik otağa daxil oldu, çox sevimli bir pişikdir. Biri üçün sevimlidir, ay bu nə qəşəngdir düşüncəsi gəlir. Hiss olaraq çox xoş hisslər hiss eləyir, rahatlıq hiss eləyir, sevinc hiss eləyir, davranış olaraq da onu qucağına alır. Digəri neyniyir? Pişiyi görür, yenə eyni hadisədir. Düşüncə olaraq onda belə bir düşüncə yaranır ki, o məni dişləyəcək, o mənə zərər yetirəcək. Hiss olaraq qorxu yaranır, davranış olaraq isə durur otaqdan qaçır. Yəni məsələ bizim bu düşüncəmizi dəyişdirməkdədir, elə deyilmi? Mən verdiyim mənanı dəyişdirdiyim təqdirdə başqa şeylər də dəyişə bilərəm. Bu düşüncəni dəyişdirmək üçün əlbəttə ki, kəskin stressə məruz qalırsınızsa və idarə edə bilmirsinizsə, mütləq bir şəkildə bir mütəxəssisdən kömək almaq lazımdır. Bu ayrı qoyuram qırağa. Amma özünüzün özünüzə eləyə biləcəyiniz nədir? Bir dəftərə qeyd edə bilərsiniz. Bu düşüncənizin real olması ilə bağlı sübutlarınız və qeyri-sübutlarınız nədir? Məsələn, pişik gördüm, məndə düşüncə var ki, o məni dişləyəcək, nə bilim, o mənə zərər yetirəcək, təhlükəlidir. Mənim sübutlarım nədir buna dair? Həqiqətənmi o pişik bu qədərmi zərərlidir? Məsələn, tutaq ki, otağa daxil olan pişik ola bilsin ki, çox sakit pişikdir, çox rahat pişikdir, çox qəşəngdir, belə çox müsaitdir özünü qucaqlatmağa və s. Mənim burada sübutlarım nədir ki, o mənə zərər verəcək və yaxud da ki, qeyri-sübutlarım nədir ki, bunu da yazırıq. Yəni düşüncəmizi bir sözlə analiz edirik. Reallığa nə dərəcədə uyğundur bizim bu düşüncəmiz, yoxsa deyil. Və bundan sonra biz alternativ düşüncələr tapmağa çalışırıq. Alternativ nələr ola bilər? Məsələn, pəncərə misalındakı kimi alternativlər ola bilərmi də? Məsələn, pəncərə çırpıldı, hadisə budur. Bunu külək də çırpa bilər həqiqi mənada. Pişik də çırpa bilər ya da ən belə pis ehtimalı ilə oğru da nəsə eləmiş ola bilər, oğru da girmiş ola bilər. Ya da nəsə başqa ehtimallar da qoymaq olar. Mən alternativim nədir və bu ehtimalların hamısını nə dərəcədə nəzərə alıram? Məsələn, evə oğru girdiyini düşünən adam tutaq ki, 0-100 arası bir şkala ilə 90% oğrunun girdiyi ehtimalını götürür və ona görə başlayır həyəcan və qorxu hiss eləməyə. Və biz ona qoyanda ki, əslində ehtimallar çoxdur. Bax, oğru da girmiş ola bilər, lap pişik də girmiş ola bilər, it də girmiş ola bilər, külək də çırpmış ola bilər, pəncərənin özündə də bir problem olmuş ola bilər. Belə olduğu halda o 90%-dən gəlib düşür oğrunun girmə ehtimalı 20-25%-ə. Və belə olduğu halda hissdə dəyişiklik olur. Hiss qorxunun əvəzinə biz daha rahatlıq, daha belə fərqli hisslər keçiririk və davranış olaraq da daha sakitləşməyə başlayırıq. Stresli duruma düşdüyünüz halda bir sözlə mütləq bir şəkildə belə bir analiz eləməyinizi rica edəcəm. Özünüz də yaza da bilərsiniz. Mən həmişə deyirəm ki, deyirlər vərəq yoxdur. Vərəq yoxdur telefonunuzun
not hissəsi var, orada da yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Bir düşüncələrinizi analiz edin ki, həqiqətən mən stresslənirəmsə, bu nə dərəcədə reallığa uyğun düşüncəm var bu stresli hadisə ilə bağlı. Məsələn, mən imtahandan kəsiləcəm, belə bir düşüncə olur uşaqlarda. Okay, nə dərəcədə bu reallığa uyğundur? Yeniyetmələrə sual veririk. Nə dərəcədə sübutun nədir kəsiləcəyi ilə bağlı? Bütün test kitablarını oxuyubdur, işləyibdir, hər şeyi çox yaxşı bilir, sınaq imtahanlarını da çox yüksək yığır və hardan belə dəyərləndirirsən, necə olur belə dəyərləndirirsən ki, sən kəsiləcəksən. Bu nə dərəcədə reallığa uyğundur? Təbii ki, ehtimal var ki, kəsilsin, nəsə bir sürüşdürmə eləsin ya da nəsə başqa bir şey olsun, amma bunun da ehtimalı nə qədər yüksəkdir? Bunu mütləq dəyərləndirmək lazımdır ki, hiss və davranış səviyyəsində də nələrsə dəyişsin. Ümid edirəm bura qədər aydın izah eləyə bildim. Amma bu hadisə, düşüncə, hiss, davranış hissəsini elədikdən sonra mənim sizə tövsiyəm stresi anında edilə biləcəklər ya da ümumiyyətlə də stresin belə deyək də aradan qaldırmaq üçünmü deyim, ümumiyyətlə streslə daha az üzləşmək üçünmü deyim, bilmirəm necə ifadə edeyim bunu. Mütləq bir şəkildə hər şeydən öncə bir balanslı həyat yaşamaq mütləqdir. Balanslı həyat deyəndə bəzi insanlar olur ki, həyatının yenə də bir 100%lik bir həyat götürsək, həyatın 80%-ni sadəcə işlə keçirir. Əlbəttə bu kapitalizm dönəmidir, pul qazanmaq lazımdır və sair başqa şeylər, hər şey aydın məsələdir ki, bizə pul lazımdır. Amma nə dərəcədə bu bizə pul qazanmaq kömək eləyir? Yəni biz bəli pulu qazanırıq, nələrsə ala bilirik, amma onun müqabilində öz həyatımızı da veririk. Məsələn, bizdə panik atak əmələ gəlir, bizdə tükənmişlik əmələ gəlir, bizdə depressiya əmələ gəlir 30 yaşına çatanda, 27-28 yaşına çatanda. Amma belə baxanda görürük ki, biz balanslı həyat yaşamırıq. Məsələn, mən sizə istəyəcəm ki, öz həyatınızı analiz edəsiniz. Sizin həyatınızın böyük üstünlüyünü nə təşkil edir? Ya da ümumiyyətlə həyatınızda dəyərləriniz nələrdir və nə dərəcədə bunlara uyğun yaşayırsınız? Balanslı həyat deyəndə məcbur deyil ki, siz mütləq şəkildə ancaq sağlam, sırf belə deyək də, avokado yeyəsiniz hər səhər tezdən, bundan getmir söhbət. Ya da mütləq idmana getməlisiniz, trenajora getməlisiniz, bundan da getmir söhbət. Balanslı həyat deyəndə hər şey öz normasında yaşamaq nəzərdə tutulur. Məsələn, ən azından bir həftədə 1-2 dəfə özünüzə zaman ayırmaq, həmişə bunu hər kəsə tövsiyə edirəm və ümumiyyətlə bir sorğuluyuram ki, bizim çox gözəl bulvarımız var, özdə havalar da isinib. Nə vaxt bir dəfə düşüb, heç nəyi düşünmədən, yanınızda kimsə olmadan, sadəcə özünüzə fokuslu bir şəkildə oturmusunuz. Sadəcə bunu eləmisiniz. İş düşünmədən, başqa bir şey düşünmədən, başqa bir şey eləmədən. Çox təəssüflər olsun ki, mənim aldığım cavablar çox vaxt yox, mən bunu eləmirəm, vaxtım yoxdur olur. Ya da həmişə sual verirəm ki, nə vaxt bir coffee shopda özünə bir vaxt ayırmısan, bir çay içmisən. Adətən yəni sualların cavabı yox olur. Və insanların həyatlarını yaşamasını necə görürəm son dönəmlər. Adətən işə gedib gəlirlər və lazım olduğu təqdirdə ancaq dostlarla görüşürlər. Bu da ki, alınsa həftədə bir ən yaxşı halda olur. Əlbəttə ki, hamı işləyir. Bu mənim özümə də aiddir ki, işləyirik və vaxt tapa bilmirik. Kiməsə baş çəkək və görüşək. Amma və lakin hər halda biz yenə də həyatımızın balansını itirmiş oluruq. Bəs həyatımızın balansını necə qazana bilərik? Bunu əlbəttə ki, siz özünüz biraz təcrübə edə bilərsiniz. Təcrübədən keçdikdən sonra qərar verə bilərsiniz ki, məsələn, mən nələri sevirəm. Məsələn, mən Fatimə olaraq yoga eləməyi sevirəm və hər səhər yoga eləyirəm istisnasız. Bəs siz nələri sevirsiniz? Məsələn, nəfəs məşqləri mütləqdir. Mütləqdir. Doğru nəfəs həyatınızda çox şeyi aradan qaldıracaqdır, çox şeyi nizamlayacaq və tənzimləyəcək. Mən sizə əmin edirəm. Məsələn, 30 gün ən bəsit YouTube-dan açıb öyrənsəz ki, necə doğru nəfəs ala bilərəm, necə öyrənə bilərəm bunu, görəcəksiniz ki, stres səviyyənizdə əhəmiyyətli dərəcədə azalma var. Ümumiyyətlə, stres təlimlərinin bir çoxunda mən müşahidə elədiyim mindful həyat yaşamaqdan danışırıq. Əgər stresi aradan qaldırmaq istəyiriksə, birinci mindful həyat yaşamağı öyrənməliyik. Mindful həyat nədir? Anda və fərqindəlik dolu həyat yaşamaqdır. İndi mən sizə sual verirəm. Çox ehtimal ki, bir çoxunuzun cavabı yox olacaq. Siz nə zaman heç bir şey olmadan doğru-dürüst yemək yemisiniz? Yəni, telefona baxmadan, kompüterə baxmadan, televizora baxmadan, kimlənsə oturub söhbət eləmədən, sadəcə fokusunuz yeməkdə, yemək yemisiniz. Vəssalam, heç bir şey düşünmədən və sadəcə yeməkdən həzz almaq.
Yəni siz yeməkdən həqiqətən həzz almaq üçün yeyirsiniz, yoxsa sadəcə doyum və işimə qaçım deyə yeyirsiniz bunu? İş məcbur deyil ki, yəni deyirəm hansısa bir dövlət müəssisəsində işləyəsiniz ya özəl bir yerdə. Ola bilər ev işləri görən bir adamda heç bir fərqi yoxdur. Çox ehtimal ki, çoxunuzun cavabı yox olacaq. Mən buna əminəm. Ya da ümumiyyətlə sizə sual versəm ki, son dönəmlərdə nə vaxt qulaqlıq olmadan ən azı bir 2 gün, 3 gün full qulaqlıqsız, özünüzdə fokusdur, ya da ümumiyyətlə ətrafdakı əşyalara baxaraq yol getmisiniz. Çox ehtimal ki, yenə cavabınız yox olacaq. Çünki biz elə bir dövrdə yaşayırıq ki, çoxlu gadgetlərlə, yəni texnoloji vasitələrlə biz bir yerdəyik. Həddindən ziyadə istifadə eləməyə çalışırıq. Hətta belə bir ara trend yaranmışdı ki, insanlar deyirdilər ki, mən ingilis dili müəllimlərini çox görürdüm. Deyirdilər ki, vaxt itirirsiniz yolda, mütləq qulaqlığınız olsun yanınızda. İngilis dili öyrənin boş vaxtlarınızda. Əlbəttə ki, ingilis dili öyrənməyinizə etirazımız yoxdur, amma nə dərəcədə mən anda və fərqindəlikli yaşayıram həyatımı? Həqiqətənmi mən nəsə bir inkişaf eləmək üçün öyrənirəm, nəsə qulağıma taxıram, dinləyirəm, yoxsa mən sadəcə özümdən qaçmaq üçün, özümü aldatmaq üçün seçdiyim bir seçimdirmi bu? Əgər stresinizin azalmağını, ümumiyyətlə gündəlik həyatda balanslı bir həyat yaşamağınızı istəyirsinizsə, birinci özünüzdən qaçdığınız vasitələri tapmalısınız. Məsələn, bu qulaqlıqlar ola bilər, hansı ki, dayanmadan onu istifadə edirsiniz, ya yemək yeyəndə istifadə elədikləriniz. Yəni, full fokusunuzu istənilən bir iş nə olursa olsun ona verməlisiniz. Mən həmişə deyirəm ki, yemək bişirirsən, yemək bişirməyə fokuslanmalısan və salam. Fərqi yoxdur. Yox, mən onunla paralel qıraqda bir səsli kitab qoyum, dinləyim. Bu da olmaz əslində. Mindful həyat, fərqindəlikli həyat budur ki, mən o andayam. O an nə gəlirsə, onu da qəbul edirəm özümə. Mən başda ona görə dedim ki, stressiz bir həyat yoxdur zaten. Hamının həyatında bir problem var. Belə bir şey yoxdur ki, olmasın. Ən məşhur psixoloqların da həyatında mütləq ki, bir problem var. Məsələn, problemdən başa çıxmaqdır. Ona verdiyimiz mənalardır. Tutaq ki, lap stressləndik, həyəcan, təşviş qalxdı. Bax, onu idarə eləmək anında nə edə bilərik? İndi ondan danışacağam. Birinci, nəfəs məşqi eləyə bilərik. Bu çox populyar nəfəs məşqləri var. Mənim ən sevdiyim 4-4-4 texnikasıdır, ən bəsit. 4 saniyə bir yerdə nəfəs alırıq, 4 saniyə saxlayırıq və 4 saniyə buraxırıq. Mümkün qədər qarından almağa çalışırıq. Yəni, qarnımızı nəfəs alımında şişirdirik. 4 saniyə ərzində 1, 2, 3, 4. Saxlayırıq 1, 2, 3, 4 və 4 saniyə ərzində alınırsa, hətta 8 saniyə ərzində onu verməyə çalışırıq. Və indisində belə biz 5 dəqiqə o məşqi eləsək, hal-hazırda stresli olmaya da bilərsiniz, amma rahatlamanı hiss eləyəcəksiniz. Və yaxud da ki, ümumiyyətlə rahatlama məşqləri eləyə bilərsiniz. Rahatlama məşqləri nədir? Bütün bədəninizi sıxıb boşaldırsınız. Məsələn, ayağınızı sıxdınız, boşaltdınız, biraz daha yuxarı qalxırsınız, topuğunuzu sıxdınız, boşaltdınız, daha yuxarı ətrafları sıxdınız, boşaltdınız, tutaq ki, əlləri sıx, boşalt, başı sıx, boşalt, gözü sıx, boşalt və s. də bütün orqanları sıxıb boşaldıb özünüzü rahatlatmağa çalışa bilərsiniz. Nəfəs məşqləri və rahatlama məşqləri stres anında edilə biləcək ən yaxşı məşqlərdir və həmçinin də mindful, yəni o ana gəlmək və həmin andakı hissləri qəbul eləmək. Məsələn, mən tutaq ki, stresə məruz qalmışam, nəsə bir mübahisə eləmişəm kimlənsə, bu da bir stres faktorudur da. Mübahisə elədim, həmin anda tutaq ki, həyəcanım qalxdı, təşvişim qalxdı, yəni başqa bir şey oldu, qəzəbləndim və mən hisslərimi qəbul eləməliyəm birinci mindful olaraq. Bilməliyəm ki, məndə nə baş verir? Mən qəzəbimi hiss eləyirəm, həyəcanımı hiss eləyirəm, təşvişimi, narahatlığımı hiss eləyirəm. Nədir bu? Məyusammı, kədərliyəmmi? Bunu birinci mən baxmalıyam, görüm mən nə hiss eləyirəm və daha sonra artıq nəfəs məşqləridir, rahatlama məşqləridir, bunları eləməliyik. Və yaxud da ki, indiki zamana qayıtmaq üçün texnikalardan istifadə edə bilərik. Ən bəsit, məsələn, 5-4-3-2-1 texnikası var. Ən sadə, hər yerdə populyar olan, bunu qeyd edə bilərsiniz özünüz üçün. Məsələn, ətrafınızda gördüyünüz 5 dənə əşyanı saya bilərsiniz, 4 dənə eşitdiyiniz şeyi saya bilərsiniz, 3 dənə toxunduğunuz əşyanı, toxuna bildiyiniz əşyanı saya bilərsiniz,
bir dənə belə deyək, ağzınızdakı dadı saya bilərsiniz və s. Bu şəkildə bunların hər birini eləyirsiniz özünüz üçün və indiki zamana qayıtmaq üçün ən yaxşı texnikalardan biridir. Və yaxud da ki, əlinizə bir rezin, bu pul rezinləri olur adətən, ya da ki, saç üçün taxılan balaca rezinlər olur. Onu taxıb, həmin stresli anınızda onu çəkib buraxmağınız və yaxud da ki, buzlu bir kütləni bu hissəyə qoymağınız sizi indiki ana qayıtmaq üçün ən yaxşı vasitələrdən biridir sizin üçün. Növbəti olaraq isə güvənli yer texnikaları bizim stres anında eləyə biləcəyimiz ən yaxşı vasitələrdən biridir. Mən istəyirəm öz şeirimi dayandırım və bunu sizlə bir yerdə eləyək. Mən sizdən rica edəcəm ki, hamı öz güvənli yerini düşünsün. Hamı öz güvənli yerini düşünsün. Nə mənada? Özünüzü ən rahat hiss elədiyiniz, ən yaxşı hiss elədiyiniz, ən belə deyək də, tam belə hüzurlu hiss elədiyiniz yer haradırsa, oranı bir düşünmənizi rica edəcəm. Bu ola bilər ki, real bir yerdir. Bu sizin evinizdəki tutaq ki, hansısa bir otaq olsun, ya da nə bilim iş otağınız olsun, ya necəsə bir harası da indiyə qədər gördüyünüz bir yerdir. Və yaxud da ki, bu hər hansı bir sizin özünüzün təsəvvürünüzdə canlandırdığınız bir yer ola bilər. Bölüşməyə də bilərsiniz bizdən, kim istəyirsə bölüşə bilər. Amma mən sizdən istəyəcəm ki, onu təsəvvür eləyəsiniz. Sadəcə gözünüzü yumasınız və özünüzü həmin yerdə təsəvvür eləyəsiniz. Məsələn, ola bilər biri üçün bu dəniz qırağıdır, biri üçün meşədir, biri üçün dağın başıdır, biri üçün nə bilim öz otağıdır, ya da biri üçün xəyali otağıdır. Fərqi yoxdur. Yəni bu hansıdırsa sizə hara xoş gəlirsə, bunların hər biri ola bilər. Mən istəyəcəm ki, gözünüzü yumub həmin yeri təsəvvür eləyəsiniz sadəcə. Həmin yeri təsəvvür eləyəsiniz, özünüzü rahat buraxasınız və həmin o güvənli yerinizdə nələr varsa diqqətinizi ora verəsiniz. Məsələn, orada nə görürsünüz? Nələr var orada? Hansı rənglər var? Kimlər var? Nələr baş verir orada? Nə varsa artıq. Bunu tam olaraq hiss eləyəsiniz. Məsələn, küləkmi əsir, hava istidirmi? Ayağınızın altında nələr var? Nələrə toxuna bilirsiniz? Hansı qoxular var? Bunları bir istəyəcəm ki, orada hiss eləyəsiniz. Və hiss elədikcə bu şəkildə yavaş-yavaş özünüzə toxunasınız. Göstərdiyim kimi. Kəpənək qucaqlaşması kimi deyək də. Görünür ekranda yox, bu şəkildə. Kəpənək qucaqlaşması ilə özünüzə o siqnalı verəsiniz. Mən istəyəcəm ki, bir də neçə dəqiqə bunu eləyəsiniz. Məsələn, mənim güvənli yerim sizlə bölüşüm, dəniz qırağıdır tutaq ki. Və mən özümü orada təsəvvür edirəm. Hava istidir, isti bir meh əsir. Ayağımın altında çox isti bir qum var. Dənizin qoxusu gəlir, dənizin səsini eşidirəm. Sakitlikdir, nə bilim, ətrafında meşə var, yaşıllıq var və s. belə bir şey görürəm. Və mən orada özümü hər dəfə təsəvvür edəndə özümü güvəndə, hüzurlu, daha rahat hiss edirəm. Çox güvəndə hiss edirəm. Mənim o safe zonumdur. Və onu, əgər belə bir yer təsəvvür edirsə, yaxud da ki, digər bir yer, fərqi yoxdur. Bu şəkildə kəpənək qucaqlaması ilə beynimizə kodlayaq. Orada qalın bir neçə dəqiqə. Orada qalmanızı istəyəcəm. Və o rahatlığı özünüz hiss eləyəcəksiniz zaten bir yerdən sonra ki, bu həqiqətən də sizin güvənli yerinizdirsə, orada ən rahat olduğunuz və hüzur tapdığınız yer olacaq. Və bu məşqi mən sizdən rica edəcəm ki, minimum evdə hər gün 5 dəqiqə də olsa eləyəsiniz. Bu şəkildə oturduğunuz yerdə, uzandığınız yerdə, yatacağınız zaman fərqi yoxdur. Bu şəkildə vuraraq, yumuşaq-yumuşaq, sakit-sakit, ya da heç onu vurmasanız belə
Sadəcə onu təsəvvür edəsiniz, özünüzü güvənli yerinizdə təsəvvür edəsiniz. Və stres anında da, eyni stres anında da bu güvənli yerinizə gedə bilərsiniz. İlk başda bu bizə çox kömək eləyəcək bir vasitədir. Yəni konkret stres var və bu sizə kömək edə bilər. Və son olaraq stres kartları biz yarada bilərik özümüzə ki, hansı ki, stresli anlarda özümüzə deyə biləcəyimiz sözlər varsa, özümüzü rahatlada biləcəyimiz şeylər varsa, mən yanındayam, mən sənin dəstəyəm, ya da buna oxşar ya da alternativ bir düşüncələriniz varsa, onu müəyyən kartlara yazıb özünüzlə gəzdirə bilərsiniz. Hansı ki, bu A4 ola da bilər, olmaya da bilər. A4 sadəcə nazikdir. A4-ün biraz daha qalın versiyası, kart versiyasına yazıb bir balaca özünüzlə gəzdirə bilərsiniz. Evdə sizin gözünüzün gördüyünüz yerlərə qoya bilərsiniz. Və yaxud da ki, ən basitindən stres anında qələm götürüb yaza bilərsiniz dəftərinizə nə hiss edirsinizsə tam olaraq. Ya da hansısa bir dəftəri cıra bilərsiniz, haranısa qaralaya bilərsiniz, şəkil çəkə bilərsiniz. Bunların hər biri stresi idarə etməklə bağlı əsas belə deyək də təməl qaydalardır. Hansı ki, bunu hər birimiz həm seanslarda istifadə edirik, gündəlik həyatda da istifadə edəndə effektiv nəticələr ala biləcəyimiz texnikalardır. Mən hələ ki danışmaq istədiyim bu qədərdir. Əgər sizin suallarınız olarsa, böyük məmnuniyyətlə cevablaya bilərəm. Son olaraq hər birinizə balanslı həyat yaşamağı tövsiyə edirəm. Düzgün nəfəs almağı öyrənmək, biraz daha mindful həyat yaşamaq, dediyim kimi bir şey eləyəndə fokusunuzu ora vermək daha yaxşı olar. Nəinki belə bir neçə işi eləmək, hər yerə çatmaq istəyi. İnsan hər yerə çatmaq istəyəndə əksinə əsas özündən də qopmuş olur. Yəni deyirəm, kapitalizm, pul qazanmaq gözəl bir şeydir də, amma bunun bərabərində gətirəcəyi stresslər də var. Özümüzdən qopuq yaşadığımız təqdirdə o stresi idarə etməyi də öyrənə bilməyəcəyik. Deyəcəklərim bura qədər idi. Məni dinlədiyinizə görə çox təşəkkür edirəm. Mənim əlaqə vasitələrim var burada. Instagram, Facebook, LinkedIn, e-mail və WhatsApp vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiniz. İstədiyiniz an və suallarınızı verə bilərsiniz. Hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun Fatimə xanım. Təşəkkür edirik biz də sizə. Siz də öz vaxtınızı ayırdınız, bura qoşuldunuz. Kapitalizm dövründə yaşamağımıza baxmayaraq. Təşəkkür edirəm. Stres əsasən insanın bədənində yaşayır. Yəni onun yaşadığı yer bədəndir. Kapitalizm dövründə biz o qədər biz insanlar fərqli şeylərə fokuslanırıq ki, bədən bəzən unuduruq. Bədən isə istədiyi bir prinsip var ki, sahibinə zövq versin. Yəni gördüyü bir hansı işlər görürsə, bunu zövqlə, xoşluqla, Rusca buna udovольствие deyirlər də, məmnuniyyətlə bu işləri görsün. Biri var məcburiyyətdən bir işlər görür, biri də var məmnuniyyətdən. Siz çox gözəl anlatdınız texnikaları falan. Mən ümid edirəm ki, hansısa bir suallar var, nəsə bölüşmək istəyənlər varsa, burada yaza da bilərlər və yaxud da mikrofonu açıb danışa da bilərlər. Okey. Kimin sualı var ki? Əvvəla təşəkkür edirəm Fatimə xanım, çox maraqlı idi həqiqətən. Bilmək istəyərdim ki, uşaqlarda, məktəb yaşlı uşaqlarda stresə davamlılığı artırmaq üçün nə edə bilərik valideynlər olaraq? Təşəkkür edirəm sualınız üçün, minnətdaram. Yenə də eyni qaydada birinci sosial şəbəkələri, bu telefon məsələsini azadsız düşünürəm daha yaxşı olar. Hansı ki, onda yenə də balanslı istifadə məsələsi çox önəmlidir. Əlbəttə ki, biz hamımız telefondan istifadə edirik, mümkün deyil ki, eləməyək. Belə bir şey doğru da deyil ki, Allah əlindən verməyək. Çox üzr istəyirəm. Adətən məktəb təhsilinin, proqramın ağırlığı, imtahanların çoxluğu uşaqlarda stres yaradır. Əlbəttə. Yenə də balanslı həyata gəlirik də. Bir valideyn olaraq əgər siz ona səhərdən axşama qədər dərs oxu, sən mütləq dərs eləməlisən desəz, burada hansısa bir balanslı həyatdan söhbət gedə bilməz də. Siz onu mümkün qədər dəstəkləyici olduqda, doğru sərhədləri qoyduğunuz zaman və ümumiyyətlə balanslı bir yaşamaq onu öyrətdiyiniz zaman
əlbəttə ki, bu stres məsələsi və onu idarə etmə məsələsi də azalmış olacaq. Məsələn, uşaq tutaq ki də elə mən tez-tez görürəm bunu. Mən layihədə çalışıram. Hansı ki biz məktəblilərlə işləyirik orada və hər bir uşağın orada yaşları az olsa belə telefonları var və biz də sorğu keçirəndə orada bir sual var ki, uşağın yuxu rejimi, stresi ilə bağlı bir suallar toplusu var. Və mənim orada 80-90% gördüyüm və valideynlərdən eşitdiyimiz budur ki, məsələn, uşaq yatmır. Nəyə görə yatmır? Bütün günü məsələn telefon oyunları oynayır və o həqiqi mənada gecə ilə gündüzü səhv salıbdır, ya məktəbə yatıb qalır, getmir, ya necəsə başqa bir şey baş verir. Bu məsələlər var. Bu idarəli istifadə mənə elə gəlir ki, çox önəmlidir. Yuxu rejiminin düzəldilməsi çox önəmlidir. Əlbəttə ki, məktəb dərsləri də çox önəmlidir, uşaq oxumalıdır, amma nə dərəcədə bunu balanslaşdırmaq olar və valideyn olaraq siz ona özünə qayğını necə təmin edə bilərsiniz? Ancaq dərs oxumalıdır, amma paralelində nələr edə bilər? Bəlkə harasa həftə sonları gəzməyə aparmaq olsun, hansı ki o öz stresini ata bilsin. Necəsə, nə bilim, hansısa bir idman ola bilər ya da sevdiyi bir məşğuliyyət ola bilər. Hansı ki o uşağın özünün seçdiyi əlavə bir aktivliyinin olması, hobbisinin olması və buna icazə verilsin ki, o uşaq onu eləyə bilsin. Düşünürəm ki, bu daha yaxşı olar. Və daha idarə oluna bilər hala gələ bilər və dediyim o digər texnikalar ki, hansı ki mütləq o özünə yardımı bacarmalıdır da, güvəndə hiss elədiyi yer ya da nəfəs texnikaları və s. Təşəkkürlər, çox sağ olun. Buyurun. Burada Pərvin Səfərli yazıb, çox faydalı məlumatlar oldu. Təşəkkür edirik. Biz təşəkkür Angela hər insan refleksiya etmir, yazmır və ümumiyyətlə meyilli deyil analizə. Onlara necə yanaşmaq lazımdır? Bu suala tam olaraq başa düşmədim. Nəyə refleksiya eləmir, onu anlaya bilmədim. Yəni stres anında mı, analiz eləməyə o anda mı, onu nəzərdə tutur? Biraz açsaz daha yaxşı olar. Əgər stres anında donub qalmadan gedirsə söhbət, bu stres reaksiyasıdır, yenə eyni qaydada. Amma sual açsaz daha yaxşı olar. Təşəkkür edirəm Bədirə xanım, minnətdarım. Təlim çox faydalı. Stresi azaltsaq depressiyadan çıxa bilərikmi? Bu baxır depressiyanın hansı dərəcəsindəsiz. Burada artıq depressiyada daha fərqli şeylərdir. Məsələn, artıq depressiyadasınızsa, burada birinci başlayırıq hərəkət məsələsindən. Depressiyaya düşən insanın o hormonal dəngəsi də gözə görüləcək bir şəkildə dəyişir və ümumiyyətlə depressiya ilə bağlı bir psixoterapiyaya müraciət olunanda birinci biz onlara davranış tapşırıqları verməyə çalışırıq ki, heç olmasa gündə 2 dəqiqədən başlayaraq, 3 dəqiqədən başlayaraq gəzintimi olsun, biraz hərəkətimi olsun, onu eləsinlər ki, bir hormonal olaraq dəyişiklik yavaş-yavaş yaransın və düşüncələri ilə daha sonra biz mütləq işləməliyik. Özünün günahkarlıq düşüncələri ola bilər, digər şeylər ola bilər. Əlbəttə ki, stres faktorunun azalmağı da depressiyaya təsir eləyəcək, amma birbaşa bunu deməyimiz doğru olmaz. Slaydı qrupa Kamil bəyə mən göndərərəm, o uyğun görərsə əlbəttə. Stres zamanı bədən titrəyirsə, elə bil üşümə başlayır. Bu nə ilə əlaqəlidir? Bu reaksiyadır, təbii reaksiyalardan biridir. Hər birimiz fərqli reaksiya veririk. Ya mübarizə aparırıq, ya qaçırıq, ya ondan dostlaşırıq, ya nə bilim mübarizə aparırıq, donub qalırıq. Bu tipli reaksiyalar veririk. Bu üşümə də o reaksiyaların biri ola bilər ki, həmin anda artıq idarə edə bilməyəndə bədən başlayır reaksiya verməyə necəsə. Məsələn, biz burada yazdım. Mənə elə gəlir stresslə bir qədər qorxunu fərqləndirmək də lazımdır. Stres bizim bədənimizin qıcıqlara verdiyi bir reaksiyadır. Qorxu isə emosional bir səviyyədə bu cavablı məsələdir. Biz emosional səviyyədə cavab verdikdə o qıcıqlara, stresə, o 3
pozisiyada oluruq da. O 3 pozisiyada Hmm, yəqin ki, burada söhbət gedir. Okey. Hər kəs salamlayıram. Çox sağ olun belə webinar təşkil etdiyiniz üçün. Faydalı məlumatlar dediniz. Təşəkkür edirəm. Ürək işarəsi göndərib sizə Nüranə xanım. teşekkür ederim. Peki. O bir yarımçıq sual var idi. Mikrofonu açıb verə bilər, bizə də aydın olar sual. Evet, qoşulmaq istəmir. Ya əlini qaldırsın, mən görüm, söz verim. Okey. Siz sual verməsəz, onda Fatma xanımdan soruşacağam ki, sual versin auditoriyaya. Sual var burada Emiliya xanım verib ki, bir də belə onlayn vebinarlar keçiriləcək yaxın zamanda. Mənə elə gəlir ki, psixodərs layihəsi eləyəcək, çoxlu layihələr, seminarlar eləyəcək. Bəli, bəli, webinarlarımız olacaq davamlı olaraq. Ə, Yəni siz bizim Instagram səhifəmizi izləyin, qrupumuzda qalın. İki qrup var bizdə. Psixomaarifləndirmə, bir də psixodərs. Yəni hər ikisində biz linkləri atırıq, narahat olmayın. Yəni qrupdan qrupa keçməyə ehtiyac yoxdur. Varmı suallarınız? Mikrofon aça bilmirəm. Təşəkkür edirəm webinara görə. Biz təşəkkür edirik. Şəraya xanım like göndərdi. Salam, hər birinizi salamlayıram. Mənim sualım var Kamil müəllim, icazə verirsiniz. Əlbəttə Stresslə buyurun. stresslə yemək arasındakı əlaqədən biraz istəyərdim məlumat verəsiniz. Yəni elə adamlar var, stress anında daha çox yeyir. Elə adamlar var, iştahı kəsilir. Bu barədə istəyərdim biraz danışasınız. Təşəkkürlər. Mən təşəkkür edirəm sualınıza görə. Bu da bir başa çıxma mexanizmi ola bilər. Sadəcə həmin anda bilmirik ki, onu necə idarə eləyək və bu idarə etmək üçün dırnaq içərisində özümüzə yaşayırıq yollar tapmağa. Yemək kimi ya da necəsə yemək azalır, kəsilir, yeməkdən iştahdan kəsilirik. Yenə də verdiyimiz reaksiyalardan biridir. Sadəcə birimizdə bədən belə titrəyir, birimizdə yeməklə reaksiya veririk. Necəsə bunu tolerə eləməyə çalışırıq bir yolla ki, o stresi, o ağrını mı deyim, emosional ağrı mı deyim, necəsə deyim, o şiddəti biraz azaldaq, özümüz küləşdirək, belə daha belə el dilində desəm, biraz özümüz üçün onu rahatlaşdırmağa yol tapırıq hər dəfə. Məsələn, adam olur, stres olanda başlayır ayaqları dayanmadan tərpənməyə. Bu da onun üçün bir versiyadır da ki, özünü rahatlaşdırsın. Prosto rahatlaşdırma mexanizmidir ki, o ağrı deyim, şiddət deyim, o gələndə onu necəsə yumşalda bilək özümüzün. Bunun da hər zaman fərqində olmuruq. Bəzən olur ki, adam yeyir, qıraqdan o biri deyir ki, məsələn, sən nə qədər yeyirsən, ya da dırnağını kimsə başlayır qopartmağa, dırnağını yeməyə. Bu da onun göstəricisidir ki, mən necəsə o stressdən başa çıxmağa bir yol axtarıram özümə, bədən olaraq. Burada mən də əlavə eləyə bilərəm, icazə verirsənsə. Əlbəttə. Biz əvvəldə dedik ki, stres bədəndə yaşayır. Bədən isə bədənin əsas funksiyası isə tələbatları icra etməkdir. Hansısa bir tələbatlar ödənilməyəndə, bu zövq ala bilməyəndə, bədən və yaxud hansısa bir hadisələr baş verir, orada cavab verməmisən, bu bədəndə yaşayır, həmin cavab verməmək məsələsi. Stresslə daha çox yemək formasında stres reaksiyası ilə cavab verilir, amma problem özü həll olunmamış qalır. Bəli. Yəni təzədən indi işləyəndə stresin üzərindən o hadisəyə bəzən qayıtmaq lazım gəlir. Ki, sertifikatlar nə zaman göndəriləcək? Sertifikatlar webinar bitdikdən sonrakı siyahı yoxlanılacaq. Kimlər qoşulmuşdu axıra qədər, onlara sertifikatlar sonra qrupa göndəriləcək. Qruplara göndəriləcək daha doğrusu.
Ki, varmı sualınız imtahan müddətində stres yaşayan siz gənclər? Bax, mən bunu dedikcə fərqində siz yoxsa yox, mən həm də sizi bir stresə salıram. Yada salırsınız problemləri yenidən. Ha. Bir də Kamil müəllim, Fatimə xanım, bir şey də əlavə etmək istəyirəm. Bu imtahan stresindən bağlı. Məsələn, uşaqlara mən çox vaxt sual verirəm tələbələrə. Mən deyirlər ki, müəllim, yox, biz elə bir stres yaşamırıq. Yəni bəzən hətta yaşadıkları stresin bir də fərqində olmurlar. Əlbəttə ki. Oyunlarını almırlar, bilmirəm. Yəni fərqində olmurlar. Yəni müxtəlif cür belə sanki heç stres keçirmirlər ki, çalışırlar özlərini aparsınlar. Ola bilər ki, bəlkə də özlərini dondururlar və bunu hiss eləmirlər. Yəni də beynin mexanizmlərinə biridir ki, hiss eləməsin, özünü o ağrıya bloklayır. Bu da ola bilər. Amma yenə də əgər həqiqi mənada pozitiv bir stressdirsə də o çox az olur deyə onu idarə eləmək o qədər çətin olmur da. Yəni onlara mənfi bir dağıdıcı təsiri yoxdur bəlkə də. Bəlkə də həqiqətən də gizlədirlər siz demiş. Ki, bir sual da var. Mənim kəkələməm var və danışıq zamanı necə sakitləşə bilərəm? Qəşəng sualdır. Bu kəkələmənin kökünə baxmaq lazımdır ki, bu hansı səbəbdəndir. Stres anındadırmı, yoxsa nəsə başqa bir bunun səbəbi varmı, travmatik? Bunu belə əmin şey demək olmaz. Ən bəsit yenə eyni qaydada sakitləşdirmək üçün özünüzü biraz daha yavaşlamalısınız. Biraz daha nəfəs alıb özünüzü dərinləşdirib ondan sonra eləməyiniz daha yaxşı olar. Stres zamanı başlayıb həmin anda bəs düşüncələriniz nə olur, o maraqlıdır. Ki, nə baş verir, harda baş verir, 2 nəfər söhbət edəndə baş verir, yoxsa böyük bir cəmiyyətdə bu baş verir. 10 nəfər üzərində, 10 nəfər, 100 nəfər, 1000 nəfər olanda təqdimat edəndə baş verir bu, yoxsa nə bilim 2 nəfərlə söhbət edəndə də bu olur. Yəni bunu bilmirik. Məsələn, bunlara bir baxsaz daha yaxşı olar ki, hansı anlarda bu mənim kəkələməm ortaya çıxır, nə dərəcədə sıxlıqla baş verir, nə vaxtdan etibarən başlayıbdır. Özümü tanıyandan bəri mi var, yoxsa son dönəmlərdə mi ortaya çıxıbdır? Bunlar kökünü araşdırıb, verdiyiniz orada mənalar nədir, onu araşdırırsınız. Mənə danışməyimi gözləyir. Ki, elə gəl, çox yavaş danışıram. Stresinizə görə, yəni kəkələmənizə görə çox yavaş danışırsınız, yəni yavaş danışmağa çalışırsınız, ya necə? Bu biraz daha mənə gəlir geniş bir mövzudur. Ki, burada bu məqamda mən tövsiyə edirəm ki, sadəcə bir düşüncələrinizi analiz edəsiniz. Orada nə baş verir kəkələmə anında, mən nə düşünürəm? Məsələn, mən düşünürəm ki, yox, mən uğursuzam, məndə alınmadı, mən bacarıqsızam, ona görəmi birdən-birə həyəcanlanıram, yoxsa nə baş verir həqiqətən? Başqa sual olan varmı? Suallar yoxdursa, yavaş-yavaş yekunlaşdıraq. Etiraz etmirsinizsə. Biz tapa bilsəm əgər. Bir dəqiqə. Yəqin ki, paylaşdırıldı ekranda. Biz təşəkkürnaməni təqdim eləmək istəyirik. Görünürmü? Çox. Elektron Bəli. formada. Bəli. Yəqin qismət olacaq. Biz görüşü bəyanı formu təqdim edəcəyik. Çox sağ olun Fatimə xanım. Bu vaxt ayırdınız. Çox təşəkkür edirəm. Çox xoş oldu mənim üçün. Seanslardan sonra, qırışdan sonra istədiniz ki, bizim izləyicilərlə qoşulub danışasınız və onlara bir fayda verəsiniz. Minnətdarıq, təşəkkür edirik sizə. Ümid edirik növbəti görüşlərimizdə də vaxtınız olduqca bizə etiraz etmərsiniz, qoşularsınız. Böyük məmnuniyyətlə mən qoşulmaq istəyirəm Kamil müəllim. Çox təşəkkür edirəm mənə dəvət etdiyinizə görə. Çox xoş oldu, çox həyəcanla, çox sevinclə bu görüşə hazırlaşdım. Çox minnətdaram. Çox sağ olun, təşəkkür edirəm.
okey.